Birinci izah edin bunu. Deməli, append nə idi? A siyahısına və B siyahısına 100 dənə sıfır əlavə edəcək. Yəni sıfırdan başlayacaq, 99-da dayanacaq. 100 ədəd deməkdir bunun içində. 100. Bura sıfırları atdı. Sıfırları atandan sonra burayla işim bitdi. Yəni burada əlavə bir işim olmur. Burayla bitdi. Gələn bura ikinci fora. İkinci forda nə deyir mənə? İkinci forda deyir ki, sıfırdan yenə 99-a dövr get. Və hər dəfə i-nin qiymətlərini gətir bura qoy. Məsələn, i 0 olanda, i 0-dan gələndə bu a-nın içində 0 elə, bu i-ni də 0 elə. Hər iki i eynidir, bərabərdir. Onu da yazıram. A, i bərabərdir 0 olanda. Mən həmişə deyirəm ki, bu dövrlərdə bir dənə, yəni 99 dövr getməyə ehtiyac yoxdur. I bərabərdir bir dəfə sıfıra baxın. I bərabərdir bir dəfə 49-a baxın. I bərabərdir bir dəfə 50-yə baxın. Bir də ən sonuncu qiymətə i 99 olanda görün nə olur. Çünki bu aşağıdakı forun indeksi ilə bu aşağıdakı, yəni bu A-nın indeksi ilə bu B-nin indeksləri bərabərdir. Yəni burada hansı element yerləşsə, A sıfırıncı element, B siyahısında B sıfırıncı element həmin elementin kvadratı olacaq. Gəlirəm A bərabər i 0 olanda. Bu hələ ki ikinci fordayım. Deyirəm ki, A sıfırıncı element bərabərdir 0 çıxaq 50. Onda bir dənə burada A siyahısı açıram. Deyirəm ki, onda A sıfırıncı element bərabərdir mənfi 50-yə. Bunun cavabım 0-dan 50. Yazdım bura mənfi 50. Harada yerləşir bu? 0-da yerləşdi. Sonra i bərabərdir 49 olanda. I 49 olanda onda A-nın da içinə bura 49 yazıram. 49. Həmçinin bu eynin də yerinə, bu eynin də yerinə 49 yazıramsa, bunun da yerinə 49. Çünki eynidir. Yəni bərabərdir 49-cu 49 çıxaq 50. Bu da eləyir -1. Yəni bu o deməkdir ki, get A siyahısına 49-cu elementi, bax 49-cu elementəm deyir. -1 yaz. Aha, yazdım. Sonra keçirəm, i neçə olanda? I bərabərdə 50 olanda. I bərabərdə 50 olanda yazıram. A 50-ci elementi bərabər elə 50 çıx 50-yə. Bax, bu düsturda yenə burada işləyir. 50 çıx 50. Bu da eləyir 0. 50-ci element 0-dır. Yazıram ki, yox, burada elə yan-yanadır. 50-ci element 0-dır. 0. Bir də gəldik 99-cu elementə, yəni i 99 olanda. I 99 bərabər olanda deyirəm ki, A 99-cu element. Bu elementin nömrəsidir. Nəyə bərabər? Məni 99-cu elementi bərabər elə 99 çıxaq 50-yə. O da eləyir 49. Yəni 99-cu elementdə 49-a bərabər olacaq. Bu şəkildə. Bunu yazdım. Bu forla işim bitdi. İndi keçirəm bu fora. Bu da ki, B siyahısını yaradacaq. B siyahısını əlavə edəcəm. Deyirəm B siyahısı. Gəlin. B siyahısı açıram bir dənə. İndi burada da yenə eyni dövr gedir. Ona görə yenə buradan bir i bərabərdir 0-ı götürün baxın. I bərabərdir 49-u baxın. I bərabərdir 50-ni. Bir də i bərabərdir 99-u. Yəni bu 70 dövr də gedə bilər. Buna görə bir əvvəldən, bir iki ortadan, bir də axırdan rəqəm götürün həmişə baxın. Və gəlirəm i indi bu fordayıq. I bərabərdir 0 olanda bundan girirəm dövrə. Deyirəm B 0-cı elementi bərabər elə A açıram. 99-dan çıx. I nədir? 0-ı vur. A 99-dan çıxıram. I-nin qiymətini 0-ı. Aha, bu sadələşdirəndə B 0-cı element bərabər elə A 99-cu element vuraq A 99-cu element olur. A 99-cu element nədir burada? 49. Onda deyirəm ki, 49 vuraq 49. O deyir 2401. Gələm, onda deyir ki, nəyə əlavə elə? Hansı yerə? 0-cı yerə.
Onda 2401'i yazıram sıfırıncı indeksi. Sonra i bərabər olanda neçə? 49. I 49 olanda deyirəm B 49-cu 49-cu elementi bərabər elə. Burada A-nı birinci belə yazırıq. 99 sıxılsın 49. Bu şəkil. Vıraq A 99 çıxar 49. Onda bu da nə olur? B 49-cu element bərabərdir. A neçənci elementə? 50-ci. 99-dan 49 çıxanda 50 edir. Vurulsun A 50-ci element. A 50-ci elementim nədir? A 50-ci elementim nədir? 0. 0. Aha, onda 0 bıraq 0. Onda belə çıxır ki, deyirəm ki, 49-cu elementim də 0-dır. Düzdürmü? 49-cu yerdə, bax bu yerdə dayanır 0. Sonra gəldi B siyahısına. Yenə. B, bir dəqiqə biraz yeri genişləndireyim. Burada yazıram. İndi i neçədir? I neçədəyəm? 50-ni yazıram. I bərabərdə 50 olanda B deyir 50-ci elementi bərabər elə 99 çıx 50-yə. Burada da nə olur? Vurulsun 99 çıx 50-yə. Bu A-dır. A siyahısı. Onu unuttum. Onda nə olur? A 49-cu element vurulacaq. A 50. A 49-a. 49-cu elementim nədir? 49-cu elementim -1. -1. Bəli. Onda nə olur? -1 vurulsun -1. Bu da eləyir 1 də. Onda 50-ci elementində, B 50-ci elementində nə olacaq? 1 kvadrat. Yaxşı. I 99 olanda, i bərabərdir 99 olanda nə olacaq? Bunu da siz deyin. I bərabərdir 99 olanda Hı. A Yox, B. B 99. bərabərdir A mötərizə açırıq 99 sıf 99 vurulsun A mötərizə açırıq 99 sıf 99. O da eləyir 0 Aha. 0. Gəlib baxırıq A-nın 0-cı elementi Nədir? -50-dir. -50 vuraq -50. Bəli, burada da yaranır -50 vurulsun -50. O da eləyir 2500. Mənim onda 99-cu elementim də elədi 2500. Deyib ki, burada siyahını tərsinə çevirdi. Yaxşımı? İndi bu da bizdən nə istəyir? Maksimum B. Maksimum B nədir? 2500. Bəs onun indeksi nədir? 99. Yəni Y variantı. Belə. Mənim biraz baxsaz, videonu da atdım. Aha, düzələcək. Əla.